Salam, sabahınız xeyir olsun qızlar, necəsiz? Səhər-səhərdir. İstədim yeni bir vlog başladım sizlərə. Deməli özüm üçün belə səhər yeməyi hazırlamışam. Şirin çay yeyim. Durum, başlayım işimə, gücümə. Hə qızlar, siz nə qarsınız, necəsiz? Nə var, nə yox? Xahiş edirəm yorum yazın, sual verin. Like atın. Hə qızlar, deməli yedim, içdim. Günortada yoldaşım balıq alıb gəlmişdi. Düzdüm belə setkaya. Üzərinə duz əlavə elədim sadəcə. Sonra onu göndərdim, yoldaşım qoysun üstünə bişirsin manqalda. Sonra belə bir süfrə hazırladım. Yüngül, sadə. Hə, manqalda balığı bişirdik. Yaxşı alınmışdı, dadlı alınmışdı, nuş elədik. Ondan sonra qızlar səhər-səhər qaynanam 2 çörəkli xəmir qatmışdı. Keçdim onu bişirməyə. Uje birini bişirmişəm. İkincisində dedim, ağlıma gəldi ki, vlog çəkirsən, videonu açmalısan. Hə, və açdım. Ondan sonra belə hazırladım. Atdım tofkanın içinə. Pişdi. Mənim tofkamın da bir tərəfi belə qızarır yaxşı. Digər tərəfi ağ qalır. Ona görə çörəyi çıxardıb fırlamaq lazımdır. Burada da çörəyi həm sizə göstərirəm. Qəşəng alınıb, yaxşı qızarıb, həm də elə fırlayım dedim digər tərəfi də qızarsın. Ondan sonra günün yorğunluğunu atmaq üçün qızlar çay dəmlədim özümə. Uşaqların da qırıb tökmüş olduğu peçenliklə dedim çayımı içim. Ondan sonra başlayaq başqa işə. O da çəkməmişəm yenə həmişəki kimi. Bu da digər gündəndir. Səhər-səhər mesaj gəldi ki, kargonuz gəlib. Mən də hazırlaşdım. Dedim gedim kargonu götürüm. Paketin içərisində Zeynəb üçün sifariş verdiyim kurtka da var idi. Hava soyuyub. Dedim elə uşaq geyinsin, getsin məktəbə. Hə, qızlar kargonu götürdüm. Qayıdıram evə. Gəldik, çatdıq evimizə, deməli. Burada da hazırlıq görmüşəm ki, sizlərə də göstərim kargonun içində nələr aldığımı. Hardan keçəcəyimə qərar verdikdən sonra kargonu açırıq və məhsulları bir-bir sizlərə göstərəcəm. Deməli, burada ən balaca məhsulum Ela üçün olan botlardır. Güllü çiçəkli, kəpənəkli pəmbiş botlar. Yüngül, qəşəng, rahat. Çox sevdim botları, çox qəşəngdir. Elə Elaşqa da sevdi, 2 gündə ayağından çıxartmır. Belə qızlar, 22 razmer aldım mən, yaş yarımda uşaq üçündür. Vəbşəm Temuda olan ayaqqabılardır, kutqalardır. Yəni kişi üçün, uşaq üçün olan bütün məhsulların, paltarların indiyənə kimi aldıqlarımın hamısı yaxşı çıxıb. Bir qadın məhsulları biraz narahat olur. O da yəni bəlkə də mən razmerləri tutuzdura bilmirəm. Sonra qızlar burada papaq şarp dəstidir. Bu da Zeynəb üçün aldığım. Tək peşmançılığım bu paltarlarda bu oldu. Bunun da rəngi. Deməli əlcəyi görürsüz. Əlcəklər biraz balacadır. Zeynəb də yanımı kəsdirib ki, mənim üçün olan paltarlar, geyimlərdir. Hə, bu da papağıdır. Papağı da keyfiyyətlidir. Şərfi də sadəcə olaraq rəngi xoşuma gəlmədi. Qalan hər şeyi əla, super, çox qəşəng idi. Sonra qızlar, deməli heç nə olmaz. Biraz geyinsin, taxsın. Başqasını alarıq inşallah. Hə, qızlar, bu da Zeynəb üçün aldığım kutkadır, balonkadır. Çox qəşəngdir, çox xoşuma gəldi. Kuklası falan çox şirindir. Yəni bir sözlə keyfiyyətlidir. Burada Zeynəbə geyindiririk. Razmer olaraq tam ölçü oldu. Hə. Ən əsası Zeynəbin çox xoşuna gəldi. Deməli, kargomda qalan axırıncı, sonuncu geyim də yoldaşım üçün aldığım kutkadır. O da çox yaxşı çıxdı. Yəni uzun kutka almışdım. Qalındır, keyfiyyətlidir, qəşəng. Çox xoşuma gəldi. Yoldaşımın da xoşuna gəldi. Gülə-gülə geyinsin inşallah. Hə, deməli qızlar,
Sonra burada kutkanı çıxardıb açıb göstərirəm uje. Mən vloqları, videoları qısa-qısa çəkdiyim üçün keçişlərim çox başa düşürəm ki, narahatdır. Sonra burada şorabadır qızlar. Qarışıq şoraba qoymaq istəyirəm. Bütün tərəvəzləri hamısını doğradım. Tyorkadan keçirdiyim çuğundurla kökü görürsüz. Üzərinə sirkə əlavə eləyirəm ki, çuğundurun rəngi daha da qızarsın, daha da rəngin versin. Sonra istotdur, dənə istot, 5 dənə dəfnə, sarımsaq, hamısını ləyənə əlavə eləyirəm. Sonra az olan kökümlə cəfərimi təzədən yoldaşıma aldırıram. Onları da tyorkaladım, qarışdırdım bunun tərkibinə. Belə qarışıq, qəşəng, ləzzətli. Məncə bir rest eləmişəm bundan. Yəni çox dadlı bir şey o alınır. Duzun sirkəsini vurdum qızlar. Göndərdim gözləməyə. Bu da səhər-səhərki görüntüsüdür. Tam rəngini alıb demək olar ki. İndi yığacam balonlara. Qoyacam qəşəng ilıq bir ortama, tez dəysin deyə. Balonlara yığdım qızlar. Bunun suyundan artıq qaldı deməli. Suyuna da kök, badımcan, biber, acıstot, bir də sarımsaq əlavə elədim. İndi göyərtilərini də əlavə eləyib üzərinə də su tökəcəm. Ağzına kimi dolsun. O da addelini şoraba oldu. Sonra qızlar keçdik belə yenə səhər yeməyim. Mən səhər yeməklərini çox sevirəm. Demək olar gördüyünüz kimi ancaq səhər yeməyi paylaşıram. Səhər yeməyimi də eləyim, keçim, işlərimi görüm qızlar. Videomu like edin, yorum yazın, kanalıma abunə olun, xahiş eləyirəm. Bu sizin üçün balaca bir şey olsa da mənim üçün böyük bir şeydir. Yəni motivasiyam daha da artır, daha da vlog çəkmək, video çəkmək istəyim artır. Qızlar, belə. İndidən hər birinizə çox sağ ol deyirəm. Yorum yazın dediyim kimi, yorumlarda söhbətləşək. Bu da mənim qızlar D vitaminimdir. Yeməkdən sonra atdığım. Onu da ataq, keçək digər işlərə. Belə qızlar, çox sağ olun təkrardan. Var olun.